Ata mahnısını çox möhtəşəm ifa eləmişsin Nadir bəy. mahnısı, Dəfələrlə Günah Uğurla verilişində fon musiqisi olaraq Ata mahnısını səsləndirmişik. Mən bilirəm ki, Nadir Qafarzadə atasını çox uşaq yaşlarına Çox itirib. yaşımda 82-ci idi mən o vaxt. Xatırlamıram əslində, o qədər xatırlamıram da. Yəni çünki uşağı idim. İndiki uşaqlar çox şey. Ana bətnində doğulanda artıq nəvəmə baxıram 3 aylıqdır. Artıq elə hərəkət edir ki, deyirəm mən görsən 3 aylıq belə eləməmişdim. Yəni bilirəm eləməmişdim. İndiki uşaqlar başqa cür inkişaf edirlər. Hə. Biz 12 yaşında avam idik. Biz hələ yəni çox şey bilmirdik də, yəni o mənada. Əsas odur ki, mən tək güc topladım gəldim də. Mən Ərdəm çoxuna deyirəm, çox ifaçılara ki, nə sponsorum olub, nə olub da, yəni Amin də yaxşı bilir, yəni. Maddi dəstək. Kişilər üçün ən çox biraz çətindir. Qadınların dostu olur, kişi dostları olur, normaldır yəni. Amma bizim dostlarımız da kişi olduğundan onlar özləri üçün ancaq bizə yeyib içmək verə bilərlər, ən azından da, yəni dəstək olmurlar. Yəni yaxşı ki, mən güc topladım. Zamanında mənim Nüşabə xanım da ayrıldı, mənim dostum. Ələskərli, o vaxt bir yerdə idi, biz bir Məşadlıq evində oxuyurdum. Sıravi də, bildiyim o, nədir, səx, hə. Oradan başladıq, Şüabə xanım ora gəlmişdi, artıq yarım saatlıq, pullu, qəşəng. Gördüm Şüabə xanım oturdu, mən Şüabə xanım oturdu, mən də oturmuşam, belə baxıram. Gördüm, mən oxuyuram, mənə qayıtdı ki, yama meydangirsən ha, yaxşı belə idarələşikliyin var da, belə partladırsan. Yox, reklamın yoxdur. Ömür boyu belə qalacaqsan. Yaxşı mənə beynimə şeylədi, yəni mütləq reklam. Nə qədər qazanırsan, dedim filan qədər reklam. Hələlik reklama burax, sonra özü gələcək. Belə yavaş-yavaş belə onun dediyinə mənə ayıltdı elə bir, başa düşürsünüz. Və bugün ona da minnətdarım ki, mənə ayıltdı. Bir çox şeylərdə ağıllı qadın, ondan məsləhətlər almağa dəyər. Hər zaman deyirsiniz ki, ona üzülürəm ki, atam mənim yaxşı günlərimi görmədi. Atam mənim görmədi, deyəndə atam özü getirmişdi mənə artıq. Bizim o vaxt Abşerar rayonu Xırdalan qəsəbəsi, Dom pionerlər evi. Ora getirmişdi. Orada Şahid Əbdülkərimov rəhmətlik bəstəkar. Allah rəhmət eylesin. Gözəl bəstəkar. Qızıl gülü dərəydim. Onu yazar. Özü də şəkili idi, səhv eləmirəmsə əsli. Orada Gilavar öz fəaliyyətlə belə ansambl var idi. Orada oxuyurdu, orada çox ifaçılar var. Mənə qayıtdı ki, yox, sən Dom pionerlik döyürsən, səni gəparacam şəhərə, Bakıya. Və mənə Asteliyə gətirirdi. Mənə ağlatma səhərsən. Yox, ağlamayın səhərsə. Mən amma sənin lap balaca vaxtından yadımdadır. Mən müsiflər kürsüsündə əyləşmişdim. Yanımda İslam Rzayev idi. Bizim böyük sənətkarımız. Zümrüd xanım Məmmədova idi, bizim gözəl sənətkarımız. Bir də ki, musiqiçilər idi, belə samballı musiqiçilər idi. Bir də gördüm, bir nazik bir oğlan gəlir, qorxa gəldi. Böyük sənətkarlar çəkilirdik biz. Gəldi, oxudu, bir xalq mahnısı oxudu. Birinci mən dedim, İslam müəllim, buna 10 qiymət verəcəyik. Ondan sonra Zümrüd xanım da hamımız bir yerdə, necə deyərlər, birinci yeri qazandı. Minnətdaram sizə. Ondan deyirəm ki, mən Asteliyaya gəlişim 80, atam elə təzə rəhmətə getməmişdən də, belə 1-2 ay qabaq idi. Elə atama Şəhid Əbdülkərimov dedi ki, uşağı şəhərə gətirək, Qırmızı Qərənfil Məktəblər Ansamblı, Nazim Nağıyevin rəhbərliyi ilə. Bizim də məşqlərimiz olurdu, o Paluxun küçəsində bir dənə Əbilov klubu var idi. Bəli, yadındadır, orada yığışırdıq, hə. Və ondan mənim gəlişim oldu və ilk dəfə də ASTV-də məni təqdim edən xalq artisti Ofeliya Sənamov. Bəli, ötən verilişimizdə də elə Ofeliya xanımdan bərabər görmüşük sənətkarlar biz görmüşük. Rafiq Hüseynov, Şərqiyə xanım, Gülşən xanım, sonra gənclər gəldi, Nərgiz xanım gəldi, Nailə xanım gəldi, Sevda xanım gəldi, Aygül Qaradağlı, hamısı yadımdadır da, yəni Davud rəhmətlik, Allah rəhmət eləsin. Kimlərsə unutaram, bağışlayın da, mən kimisi unuda bilərəm. Yəni, gəlib görürük ki, biz ansambllar, Akif İslamzadə, xalq, xatirə instrumental ansambl ilə çəkilişdədir, biz də gözləməliyik. Akif mənim görürəm orada. Deyirəm, evə gəlirəm, mama, sən kimi gördün? Akif İslamzadəni görmüşsən, biz necə sevinirdik ki, biz bunları gördük. Mama, mən bugün Şövkət xanımın o vaxtlarımı orada istedadları seçirdilər. Yadınızdadır rayonlardan. Mən də Xızı rayonunu təmsil edirdim. Şövkət xanım oturub orada, o nəhəng,
İndi gəl burada oxu da sən. Olan qalar da yəni məsuliyyət var idi. Evə gəlirdim, mən Şövkət xanımı görmüşəm, mən Təranə xanımı görmüşəm, İslam müəllimi Şövkət xanım hələ gördüm. məni də dəstəkləyib, hələ məni də keçirib. Təsəvvür edirsiniz siz, yəni Zeynəb xanım sonra məni oğlunun toyuna dəvət eləyir. Lap birinci oğlunun toyuna illər öncə. Və Zeynəb xanım orada mənə ərklə deyir ki, bu dağlılar belədir də, toya gecikirlər. Siz gəldim, evet dedim ki, Zeynəb xanım mənə söz dedi mənə. Sevinirdim ki, o sözü mənə dedi və o dedi ki, sən oxumalısan bu toyda. Bilirsiniz, biz bu şeylərlə sevinirdik də, hətta nöqsanlardan sevinç hissi. İndiki çox məsuliyyətsiz, mən baxıram da, gənclər hamı yox. O yenə ailədən gəlir, elə gəlir, hə? Böyük kiçik, ailədən Tərbiyə ailədən və gəlir. məktəbdən, müəllimlərdən. Savad niyə deyirəm ki, savad almaq lazımdır ona görə. Təhsil önəmlidir, bəli.